Pərdələr açıldı, çıxdıq. Mən elə düşünmürdüm. Mən deyirdim yəqin ki, izləyicilər tam olaraq görəcəm. Zeynəb Leyla, 18 yaşım var. Bakı Dövlət Universitetinin Psixologiya fakültəsində oxuyuram. Uşaq vaxtından bəri teatr mənim üçün başqa bir planet kimi gəlirdi. Buranı çox məsləhət verirdilər. Özüm də Instagramdan izləyirdim. Dedim ki, yəqin mühitə biraz uyğunlaşmam qəribə olar. Çox fərqli bir ortam olaraq düşünürdüm, amma gələndə qrupum mükəmməldir. Uşaqların hamısı çox istiqanlı, çox qəşəng keçdi dərslərdə. Etüdə hazırlıq mərhələsində çox hazırlaşdıq uşaqlarla. Pərdələr bağlandı. Orada adamlar var pərdənin o biri tərəfində. Mən bilmirəm kimlərdir, nə hiss edirlər. Özümün etüdündən əvvəlki imtahanlarda da oturdum ki, mühitə uyğunlaşım görüm necə eləyirlər. Baxanda o qədər belə rahat hiss edirdim ki özümü. Orada olanda çox qəribə idi. Başladı etüd, pərdələr açıldı, çıxdıq. Mən elə düşünmürdüm. Mən deyirdim yəqin ki, izləyicilər tam olaraq görəcəm. Blue şəkildə. Tamaşaçıların heç biri görünmür. Elə bil ki, boşluğa baxırsan da. Aktyorluq tamamilə ciddi bir sənətdir. Elə düşünmürdüm, amma gələndə bunun düşündüyümdən də çətin bir versiya olduğunu başa düşdüm. Səhnənin, tamaşaçının qarşısında olmağın, o müddətin, hazırlığın, özünüzü düşünün, öz daxili mənəvi ehtiyaclarınızı düşünün. Aktyorluq, uşaqlıq xəyalı olan hər bir insanın mənəvi ehtiyacı olduğu üçün bunun arxasınca getməyi unutmayın.